Yanvarın 29-da Şirvan şəhər İcra Hakimiyyətinin başçısı yanında şuranın iclası baş tutub. Yığıncaqda Prezident Administrasiyasının sektor müdürü Vəfadar Bağırov, Milli Məclisin deputatı Heydər Əsədov, şəhərin hüquq mühafizə orqanlarının, region təşkilatların, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər. Tədbirdə öncə şəhərin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə güllər qoyularaq xatirəsi ehtiramla anılıb. Daha sonra Heydər Əliyev meydanında Şirvanda istehsal olunan məhsulların və Şirvan bugün adlı sərgi nümayişinə baxış keçirilib. Tədbirdə Əminlər şirkəti və digər sahibkarlar iştirak edərək öz məhsullarını təqdim ediblər. Həmçinin Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan şəhər şöbəsinin avadanlıqları, eləcə də aqrar sahəyə aid texnikalar nümayiş olunub. Yığıncaqda dövlət himni səsləndirilib, Ulu Öndərin və vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək bildirib ki, Ümumilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, 2025-ci il Şirvan şəhərində ictimai-siyasi sabitlik qorunub, sosial-iqtisadi sahədə mühüm layihələr icra olunub, infrastruktur yenilənib, məşğulluq və əhalinin gəlir səviyyəsi artıb. Sonda 2025-ci il şəhərin sosial-iqtisadi və ictimai həyatında fərqlənən bir qrup şəxs və təşkilat fəxri fərman və təşəkkürnamə ilə təltif olunub. Onlara Zəfər abidəsi xatirə hədiyyəsi təqdim edilib. Mirsahib Rahiloğlu, Doğru TV Post, Şirvan.